Grimm qardaşlarının filmindən bəhs eləyəndə ağlıma Yatmış Gözəl, Sleeping Beauty cizgi filmi gəldi. Bir çox versiyaları var əslində bunun. Mən 1959-cu ildə çəkilmiş cizgi filmindən danışacağam və onun yeni adaptasiyasından danışacağam. Çünki bunu Viktor Frankenstein filmində demişdim ki, fərqli tərəfdən, yəni bu hekayəni bət-heybət bizə danışırdı Mary Shelley-də, amma Viktor Frankenstein danışan təmiz onun gözündən, onun pəncərəsinə baxanda başqa şeylər görürük. Hər nə qədər filmi çox da uğurlu hesab eləmirəm. Yəni Viktor Frankensteinin baxışından çox daha məncə qəşəng çəkilə bilərdi bu film. Bir də bir film də var idi, Arınma Gecəsi. Məsələn, o mövzusunu dəhşət çox bəyənmişdim mən, amma bu cür möhtəşəm bir mövzunu, yəni zay eləmişlər. Film serial idi daha doğrusu, zay olmuşdu. Çünki İlin bir günü Amerikada qanunlar yığışdırılır. Yəni insanlar bütün cinayətləri eləməkdə sərbəst olurlar. Yəni insanların içərisindəki qanunlar olmasa o vəhşiliyi, şiddəti üzə çıxartmaq temalı mövzuydu. Amma mövzu nə qədər mükəmməldirsə, film o qədər, serial o qədər bərbad idi. Yəni Viktor Frankensteinin da eləcə, yəni düşünürəm ki, uğursuz idi. Film vizual olaraq qəşəng olsa da çox daha qəşəng işləmək olardı bu mövzunu. Amma Maleficent tamamilə bunun əksidir. Çünki biz Yatmış Gözəl nağılını 1959-dan öncə əslində, yenə də deyirəm, Grimm qardaşları bu nağılları dəyişdiriblər. Daha belə məsum şəkilə döndərdiblər, uşaqların oxuya biləcəyi, izləyə biləcəyi şəklə. Amma əslində bu nağılların orijinal versiyaları çox qorxuncdur. Telefonum niyə düşür? Çox qorxuncdur. Məsələn, Yatmış Gözəlin orijinal versiyalarından biri belədir ki, bir kral, hansı ki evlidir, Yatmış Gözəli yəni cadu eləyir, onu zərərsizləşdirir, o yuxuda olanda ona təcavüz eləyir. Yəni bu uşaqlara danışmaq təsəvvür eləyin də. Yəni onu təcavüz eləyir. O təcavüz olunandan sonra yuxuda hamilə qalır, əkiz uşaqları olur, barmağına tikan batması məsələsi də burada var. Daha sonra onun dünyaya gətirdiyi uşaqlardan biri onu barmağını əmərkən tikanı çıxardır. Yatmış Gözəl oyanır, kral onu görəndə daha çox aşiq olur, amma kralın arvadı cadugar olur burada, o cadugar olur, onu öldürmək istəyir. Yəni çox daha fərqlidir burada hekayəsi. Grimm qardaşları bunu dəyişdirmişdi. Biz bunu 1959 cizgi filmində görürdük. Hansı ki, feminist aspektdən dəyərləndirəndə artıq bezmişik, yəni bu nağıllardan bir qurtarıcı, bir kişilərin artıq qurtarıcı obrazda olması, qadınların bu qədər pasiv olması, öz həyatları barədə belə çox passivlər, yəni ancaq gözləyirik ki, kimsə bizi xilas eləsin. Bu mövzular bilirəm çox müzakirə olunur və olunmalıdır da. Və 1959-da da səbəb nə olur? Bu da bu arada variantlardan biridir. Çünki cizgi filmində 3 dənə pəridir. O 3 pərilər də Azərbaycan bayrağına göndərmədi bu arada. Sarı, qırmızı, yaşıl, mavi. Və əslində isə nağılın orijinalında onlar 13 pəri olurlar. Kral isə uşağı parti verəndə bu 13 pəridən 12-sini dəvət eləyir, 13-cünü dəvət eləmir. Çünki sadəcə 12 dənə qızıl boş qapı var və 13-cü pəri dəvət edilmədiyi üçün qəzəblənir və gəlir kralın beşikdəki körpəsini lənətlənir ki, daha doğrusu ölümlə lənətləndirir. Amma 12-ci pəri bu lənəti biraz yumşaldır. Qız Aurora ölmür, sadəcə yuxuya gedir. Bu əslində belədir, amma multikində isə 3 dənə pəri görürük. Hansı ki, Maleficent gəlir və qəzəblənir ki, niyə məni dəvət eləmədiniz və uşağı lənətləyir. 16 yaşına qədər deyir ki, 16 yaşında onun barmağına tikan batacaq və öləcək. Sonra pərilər aparırlar bu uşağı nə bilim meşədə gizlədirlər, heç kimin tapmasın deyə. Sonra 16-cı yaş günündə artıq bir-birlərini sehirlərlə bağlı yarışlar eləyəndə Maleficent'in bilirik ki, quş olur, oğlan, hansı ki Maleficent filmində görürük. O yerini öyrənmiş olur Aurora'nın və gəlir Maleficent'e deyir. Yəni bu tip təsvir edilir. Buradakı Maleficent əslində kral demək patriarxizmin simvoludur.
o öz cəmiyyətinə, o öz toplumuna qadını, yəni Maleficenti qəbul eləmir. Maleficent'in özü də cadugar obrazdır. Nəyə görə? Təsvirinə baxanda yenə də görürük ki, güclü bir obrazdır. Cadugar olmasının səbəbi güclü olması və yanında əri yoxdur. Yəni tək qadın, subay qadındır. Ona görə yəni subaydır və güclüdürsə, demək ki, cadugardır. Yenə də bu obrazın belə köklərinə gedəndə görürük ki, Avropadakı o təsirlərdəki cadugar məhkəmələri və bir müddət sonra, çünki avtomatik bunları oxuya bilirsən cizgi filmlərdə. Yəni əslində patriarxizmə qarşı çıxmış bir obraz idi Maleficent və güclü bir obraz idi Auroranın əksinə. Çünki Aurora heç bir şey eləmirdi, yəni öz taleyi ilə bağlı. Və daha sonra o şahzadə ilə tanış olur. Bir saniyəlik demək olar ki, bir-birlərini görürlər, aşıq olurlar. Sonra yəni bu tip işlənir. Biz gəlirik Angelina Jolie'nin bu filmi Maleficent olaraq bu səfər belə deyim, Maleficent'in gözündən baxırıq. Tamamilə feminist aspektdən deyərdim ki, çəkilibdir bu film, dəyərləndirmək olar. Çünki artıq anlayırıq ki, Maleficent'in gözündən baxanda ona haqq verməyə başlayırıq. Bu film mənə bu mənada önəmlidir ki, qarşı tərəfinin gözündən baxmağı bizə öyrədir. Və Maleficent, kral, sən demə, onun gücün, onunla birlikdə olub, onlar bir-birlərini seviblər. Daha sonra isə kral ona xəyanət eləyib, onun qanadlarını kəsir, hansı ki, bu qanadlar onun azadlığını simvol edir. Yəni, qadının azadlığını qısıtlamaq kimi dəyərləndirmək olar burada. Gücünü və yaxud da ki, Maleficent gücünü qanadlarından alırdı. Qanadlarını kəsərək qadının gücünü əlindən alır və onu gücsüzləşdirir. Özü isə daha sonra gedir, başqa kralın qızı ilə evlənir. Və Maleficent buna baxmayaraq yenidən gücünü toplayır, yenidən həyatda qalır və intiqam almağa, eyni ilə Medea'dakı kimi, məsələn, Medea feminist aspektdən çox önəmli idi. Çünki intiqam o qədər gözünü döndürmüşdü ki, o analıq hansı ki qadınlara bir növ yük kimi yüklənmişdi. Analıq müqəddəsləşdirilib, qadınlara yük olaraq yüklənirdi və Medea nə edirdi? Bu dəyərləri alt-üst eləyirdi. Yəni o intiqamını seçirdi. Hər nə qədər müzakirəli mövzu olsa da, amma o stereotipi deyək ki, qırırdı. Burada da Maleficent baxmayaraq ki, qanadları kəsilmişdi, aldadılmışdı, amma yenidən güclənir və mübarizə aparır. Mənim kameranın bütün əsəblərimi pozdu. Lənətə gəlsin. Fikrim ancaq burada qalır. Videonu çəkəndən sonra deyirəm, filan şeyi niyə demədim. Nəysə, lənətə gəlsin həqiqətən. Sonra deməli, Maleficent'i feminist aspektdən bu cür dəyərləndirə bilirik və biz anlayırıq ki, əslində heç də baloya dəvət edilməyib deyə deyil. Əslində köklərində səbəb kralın onu istifadə eləməsi, duyğularını istifadə eləməsi, gücünü əlindən alması səbəbindəndir. Yəni intiqam almaqda əslində haqqı var. Qadın tərəfdən baxanda, yenə də deyirəm, cadugar adlandırılan qadın tərəfindən baxanda görürük ki, onun cadugar adlandırıldığı səbəblər tamam başqadır. Yəni və bu animasiyada ən özəl şeylərdən biri Auroranı şahzadə öpəndə ayılmır. Bu çox möhtəşəm idi. Əslində ana və qız bağını ön plana çıxardır. Çünki Maleficent xilas eləmiş olur Auroranı. Yəni qadın gücünü, qadın həmrəyliyini mesajını verir. Bu səbəbdən daha modernləşdirilmiş versiyasıdır deyə düşünürəm Yatmış Gözəlin və tamamilə yenə də deyirəm fərqli aspektdən dəyərləndirilməsi idi. Və yəni bu səbəbdən Maleficent də çox önəmli və yenə də deyirəm bu nağılların alt mətnləri oxuyandan sonra çox daha maraqlı gəlir. Vizual olaraq da onsuz da yəni Angelina Jolie nə oynasa onsuz da bizə bu da nə qədər ədalətlidir, yəni sırf gözəl olduğu üçün belə izlənilir və bəyənilir. Bir də bu filmlə bağlı Maleficent, yəni o səhnədə 3 yaşında uşaq öz qızıymış. Çünki başqa uşaqlar onu görüb qorxarlar və yaxud da travma yaşadılar deyə sırf öz qızını oynatmışdı o səhnədə. Alın sizə nə yaparsınız yapın bu bilgi ilə. 3 yaşında olur səhv eləmirəmsə qızı. Yəni o filmdə oynatdığı öz qızıdır. Bu da maqazin tərəfi. Maleficent'i də çox sevirəm. Bu yönü ilə Grimm qardaşlarının
Bu da bu arada Maleficent Disney'in filmidir. Eyni ilə 1959-cu ildə çəkilmiş Beauty Sleepy yatmış gözəl film, multfilmi. Yəni belə nağılların modern versiyaları həqiqətən uyarlanmaları çox maraqlıdır. Çünki bu o deməkdir ki, artıq cəmiyyətdəki bu dəyişmiş versiyalarla cəmiyyətdəki inkişaf da deməyim, dəyişimləri, əxlaq dəyərlərini, baxış tərzini dəyişdiyini bu nağıllar vasitəsilə görə bilərik. Kameramı Allah bəlasını versin, yenə düşür, söndürürəm. Yaxşı, sağ olun.